Demək belə bir düsturumuz var. A üstə gəl B var, A çıx B. Bərabər A kvadrat çıx B kvadrat. Bu həmin düstura uyğun götürsək bunu olur nə? Kosinus kvadratı alfa çıx 1'in kvadrat. Üstə gəl sinus kvadrat alfa çıx 1'in kvadrat. Kosinus kvadrat alfanın üzərinə sinus kvadrat alfa gəndə 1 edir. 1 çıxılsın 1'in kvadrat yenə 1. Yenə çıx 1'in kvadrat yenə 1. Birlər getdi. Cavab qaldı -1. B variantı. Burada tangens kvadrat alfanın yerinə tangensin düsturunu sinus kvadratı alfa böl kosinus kvadratı alfa yazsaq, kosinus kvadratları ixtisar gedir. Qalır 1 çıx sinus üstə gəl sinus kvadratı. O zaman bu ikisi də gedəcək. Qalacaq 1. Vəssalam. C variantı. Sinus alfa bərabər 1 olduqda bilirik ki sinus 90 dərəcədə 1'dir. Deməli kosinus da 90 dərəcə olsa olacaq nə? Bunun cavabı 0. Kotangens 90 dərəcədə. O da 0'dır. Vəssalam. Cəmləri 0. Burada məsələn 1 çıxılsın kosinus kvadrat alfanı sinus kvadrat alfa kimi yazarıq. Biraz açıqlayaq bura. 1'in yerinə bir düstur yazın. Baxın bura. 1'in düsturu belə sinus kvadratı alfa üstə gəl kosinus kvadratı alfadır. Üstə gəl bu. Çıxılsın bu. Bu da kosinus kvadrat alfa ilə getdi. Qaldı sinus kvadrat alfa. Düzdürmü? Məxrəcdə 4 sinus kvadrat alfadır. Surətdə sinus kvadratı ilə sinus kvadratın toplayırıq olur 2 sinus kvadrat alfa. Məxrəcdə də 4 sinus kvadrat alfa. İxtisar 7, 4 ilə də 2, 7, 1, 2. Cavab 2'də 1. Və ya 0.5. D variantı. 5-ci yenə surətdə 1'in yerinə yazıram. Sinus kvadrat alfa üstə gəl kosinus kvadratı alfa. Sonra oradan var əlavə var kosinus kvadrat üstə gəl kosinus kvadrat alfa çıx. Sinus kvadrat alfa var. Sinus kvadratlar gedir. Məxrəcdə də kosinus kvadrat alfadır. Demək surətdə olur 2 dənə kosinus kvadrat alfa. Məxrəcdə də kosinus kvadratı alfa. İxtisar getdi, qaldı cavab 2. Sinus alfa üstə kosinus alfa. Kök adda 2. Burada nə edirəm? Hər tərəfi material kvadratı yüksəldirəm ki, sinus vur kosinus tapaq. Kvadrat kök apardı. Heç. Bunu A üstə gəl B kvadrat kimi açaq. A kvadrat, yəni sinus kvadratı alfa. Üstə gəl B kvadrat, yəni kosinus kvadratı alfa. Üstə gəl 2 vur sinus alfa vur kosinus alfa. Bərabərdir 2'yə. Bu 1'dir. 2'dən 1 çıxıram. Qalır 1. Deməli 2 vur sinus alfa vur kosinus alfa bərabər 1'ə. Buradan sinus alfa vur kosinus alfa bərabər olur 2'də 1'ə. C variantı. 9'da 1 böl sinus kvadrat alfanın düsturu 1 üstə gəl kotangens kvadrat alfa. Belə bir düsturumuz var. Çıxılsın 1'i yazırıq yerinə. Vur tangens kvadrat alfa. 1'lər getdi. Kotangens tangensə vuranda 1 olduğundan kotangens kvadratına tangens kvadratına vuranda olur 1'in kvadratı. 1. 10'uncuya baxaq. Ne deyəm?
10-da 1 bölü kosinüs kvadratın alfa bərabərdir. 1 üstə gəl tan 100 kvadrat alfaya. Mötərizənin içində əlavə çıx 1 var. Vur təzədən kotan 100 kvadrat alfa var. Birlər getdi. Tan 100'e yəni kotan 100'e vuranda 1'in kvadratı eləyir. Kvadrat o da bərabər 1'ə. 11. Kök atda 5 üstə gəl. Burada hər tərəfi kvadrata yüksəldək. Kvadrat kök apardı. Olur 5 çıx kosinüs kvadrat alfa bərabər 4'ə. Kosinüs kvadrat alfa da bərabər 5 çıx 4 1. Bizə deyir nəyi təb sinüsdə. Kosinüs 1 olan yerdə kosinüs 1 90'da 1'dir. 1 270'də 1'dir. Yəni bu dərəcələrdə 1'dir. 0,2 aralığında. Burada sinüs 0 olacaq, amma yenə yazaq. Düsturumuz var axı. Sinüs kvadrat alfa bərabər 1 çıx kosinüs kvadrat alfa düsturumuz var. O da 1 çıx 1'in kvadrat, o da 0. Bu 0'dırsa sinüs alfa da demək 0'dır. Bu da belə. On iki. Yine burada da her taraf kvadrata küçülsək olur. 3 üstə gəl. Sinüs kvadrat bərabər 2'nin kvadratına. 2'nin kvadratı 4. Sinüs kvadrat alfa bərabər 4 çıxış 3. Bərabər 1. Kosinüs alfa nəyə bərabərdir? Kosinüs kvadrat alfa bərabər 1 çıx sinüs kvadratı alfa. İndi burada kvadrat olmasa olduğu kimi saxlayayım deyim. Gələn də müsbət mənfi ilə yazın, bezdirməsin bizi. 1 çıx sinüs 1'dir. 1 çıx 1'in kvadratı o da eləyir 0. Kosinüs kvadratı 0 ilə kosinüs alfa da 0'a bərabərdir. Burada 1 bölü kosinüs kvadrat alfa bizə verir. Düstur kimi 1 üstə gəl tan 100 kvadrat alfa. Çıxılsın 1 var. Vur 1 böl tan 100 kvadrat alfa. Birlər silah oldu getdi 0 oldu. Tan 100 kvadratında bu ifadəyə vuranda aydındır ki tan 100'lər ixtisar gedəcək. Cavab qalacaq 1. On 4. 1 bölü sinüs kvadrat alfanın yenə düsturun yazırıq olur. 1 üstə gəl kotan 100 kvadrat alfa. Çıx 1 var mötərizənin içində. Birlər getdi. Vur 1 böl kotan 100 kvadrat alfa. Da birlər getdiyinə görə kotan 100 da bu kəsirə vuranda kotan 100'lər ixtisar gedəcək. Cavab olacaq 1. Y variantı. 15'e baxaq bir dənə. A bərabər 4 tan 100 alfa, B bərabərdir 3 kotan 100 alfa. A vur B bərabər 4 vur 3 12 vur tan 100 alfa vur kotan 100 alfa. Tan 100 kotan 100 vurduğunda 1'idir. 12'ni də 1'ə vururuq eləyir. 12 A variantı. 16'da A vur B bərabər 3 vur 5 15 vur kotan 100 vur tan 100. Kotan 100 A vur tan 100 A. Yenə kotan 100 tan 100 vuranda 1'ə bərabər olur. 15'i də 1'ə vururuq. Edir 15. D variantı. 16 idi bu. 17. Sinüs alfa vur kotan 100 alfa. Kotan 100 alfanın yerinə düstur yazaq. Çıxışdı. Kotan 100 alfa 1 2 kosinüs alfa böl sinüs alfadır. İxtisar etdilər.
Çalışmada nə var əlavə? Üstəgəl kosinüs alfa var. Kosinüslə də kosinüs toplanacaq olacaq 2 kosinüs alfa. 18. Demək bu ifadədə sürət məxrəci bölək sinüs alfaya. Bax, sürət və məxrəci hər bir həddi sinüs alfaya bölürəm. Böl sinüs alfa. Böl sinüs alfa. Böl sinüs alfa. Böl sinüs alfa. Bax, bunlar getdi, ixtisar qaldı 1 üstəgəl. Kosinüs sinüsə bölündə kotaniyes inir. 1 üstəgəl 2 kotaniyes alfa. Bu məxrəcdə. İxtisar getdilər 1 çıx 2 kotaniyes alfa. İndi kotaniyes alfanın yerinə mənfi 4 yazaq. 1 üstəgəl 2 vur mənfi 4. 1 çıx 2 vur mənfi 4. 1 çıx 8. 1 üstəgəl 8. Mənfi 9'da 7. Y variantı. 19'u başqa yolla yazaq əziz şagirdlər. Baxın bura. Bayaqki yolu bilirsiniz. Bunu məsələn bayaqki yolla yazsaq sürət məxrəci hər bir həddi kosinüs alfaya bölüb bilərsiniz. Amma tangens alfa biz bilirik ki sinüs alfa bölünsün kosinüs alfa deməkdir. Düzdür? Bunu mən mənfi 5 böl 1 kimi yaza bilərəm. Demək burada sinüs mənfi 5 kosinüs 1 olur. Amma bilirik ki sinüs mənfi 1 müsbət 1 aralığını aşağı bilmir axı. O zaman bunu mənfi 5k götürək. Bunu da 1k götürək. Demək sinüs alfa mənfi 5k oldu. Bax yazıram 3 vur mənfi 5k üstəgəl 6 vur kosinüs də 1k'dır. Belə baya baxın bura. 6 vurursun 1k. Aşağıda yenə kosinüs alfa 1k çıx 2 vur sinüs alfa mənfi 5k. Bu daha rahat üsuldur məncə. Deməli sürətdə mənfi 15k üstəgəl 6k mənfi 9k. Məxrəcdə də k üstəgəl 10k 11k o da eləyir mənfi 11'də 9. C variantı. Burada nə edirəm? Bax, burada mötərəzəni yazanda mənfi 2 qarşıya çıxdı. Bu oldu müsbət. Olur 3 çıx. Bunu düzdürüb cavab 1'dir də. 3 çıx 1. Cavab 2. Yenə burada da sürət məxrəci sinüs kubu alfaya bölüb həll edə bilərik. Amma baxıram ki, belə başqa yolla daha rahat. Kotangens alfa bərabər kosinüs alfa böl sinüs alfa. Və yaxud kotangensinə bax, mənfi 1'dir. Mənfi 45 dərəcədə. Yerinə qoyub həll edə bilərik. O cürdə alfaları yerində bunu yaza bilərik, amma bu bir yolla yazacağım mən. Deməli, bərabərdir mənfi 1. Bunu mənfi 1 bölünsün 1 yazaq. Demək, burada sinüs alfanı 1k götürək. Kosinüs alfanı da mənfi 1k götürək. Yerini həll edək geçsin. Baxın, bu olur nə? K'nın kubu. Mənfi k kubu olacaq. Axı mənfidir. Kub dedim, saçma kvadrat yazdım. Çıx sinüs alfa k. K kubu. Məxrəcdə yenə sinüs alfanın kubu. K kubu çıx 2 vur sinüs kvadrat alfa, yəni k kvadrat vur kosinüs alfa mənfi k. Sürətdə oldu mənfi 2k'nın kubu. Məxrəcdə oldu mənfi müsbət, o da 3k kubu. K kubuları getdi ixtisar. Cavab mənfi 3'də 2. Y variantı. Demək, düsturumuz var ki, 1 çıxılsın kosinüs kvadrat alfa ilə sinüs kvadrat alfaya bərabərdir. Məxrəcdə də sinüs alfa var, kosinüs alfa var. İxtisar getsə qalır sinüs böl kosinüs. O da eləyir tangens alfa. 23'ə baxaq. 23'də baxın, məxrəcdə 1 çıx sinüs kvadrat alfadır. 1 çıx sinüs kvadrat alfa. Düsturumuz var ki, kosinüs kvadrat alfaya bərabərdir. Sürətdə də sinüs alfa var, kosinüs alfadır.
Bir tanesi getdi ixtisar qaldı. Sinüs böl kosinüs tangens alfa. B variantı. 22 də tangens aldı. Demək 24-də surətdə sinüs kvadrat alfanı həll edək. Sinüs kvadrat alfa 1 çıx kosinüs kvadrat alfadır. Bunda a kvadrat çıx b kvadrat kimi yazsaq olur 1 çıx kosinüs alfa vur 1 üstəgəl kosinüs alfa. Və surətdə yazıram 1 çıx kosinüs alfa vur 1 çıxılsın kosinüs alfa. Məxrəcdə də 1 üstəgəl kosinüs alfa var. Bunlar getdi. Birində üstəgəl. Bunlar ixtisar getdi. Üstəgəl əlavə olaraq çalışmada kosinüs alfa var. Bəli, nə qaldı burada? 1 çıx kosinüs alfa üstəgəl. Bu kosinüs alfa, o deyil, kosinüs alfalar gedir. Cavab D variantı. 25. Surətdə kosinüs kvadrat alfanı ayrıca həll edək. Bu bizə 1 çıx sinüs kvadrat alfanı verir. Bu da düsturdur. 1'in kvadratı. A kvadrat çıx B kvadrat kimini yazsaq. Demək birbaşa yazaq. Surətdə kosinüs kvadrat alfanın yerinə yazıram. Bunu. Bunu da düstur kimi. 1 çıx kosinüs özür sayın. 1 çıx sinüs alfa vur 1 üstəgəl sinüs alfa. Məxrəcdə də 1 üstəgəl sinüs alfa var. Sonra üstəgəl sinüs alfa. 1 üstəgəl sinüs alfaları gedir. Qalır 1 çıx sinüs alfa. Üstəgəl bu. Sinüs alfaları gedir. Qalır 1. B variantı. Sinüs x vurulsun. Tangens x'in yerine yazırıq nə? Yox, sinüs x-in burada orta vuruq çıxardıq. Bir dəqiqə. Orta vuruq da çıxarda bilərik. Düstur kimi asıb da yaza bilərik. Bir dənə düstur kimi açaq. Demək sinüs x vurulsun. Sinüs x böl kosinüs x. Üstəgəl sinüs x vurulsun. Kosinüs x bölünsün sinüs x. Bunlar getdi ixtisar. Qaldı burada kosinüs x. Surətdə qaldı sinüs kvadratı x. Bunu yazıram. Bir dənə başqa da rahat yolundan da başa salasıyam. Ona mütləq qulaq asın. Yaxşı. Tək buna baxıb keçməyin. Üstəgəl kosinüs x da bunu yazmışdı. Tamamlayaq. Orta mərəzə gətirəcək. Bunu vururam kosinüs x-a. Surətdə olur sinüs kvadrat x, yəni bu. Üstəgəl kosinüsə vururam kosinüs kvadrat x. Yerləşdirək bura, çalışaq bunu. Məxrəcdə də kosinüs x. Sinüs kvadratın üzərinə kosinüs kvadratı gələndə olur 1. Cavab olur 1 bölünsün kosinüs x C variantı. Gəlin belə edək. 26. Bir də yazaq 26-nı. Peki 27-ni nəsə də söz demişik, yazaq. Sinüs x ortaq vuruq çıxardıram, qalır tangens x üstəgəl kotangens x. Tangens x üstəgəl kotangens x-in elə belə bir düstur var. 1 bölünsün sinüs x vur kosinüs x düsturu var. Bunu yazın. Açılışını aşağıda qeyd edərəm. Olur sinüs x vur. Bunun yerinə yazaq. 1 tangensindən üstəgəl kotangensin yerinə yazıram. 1 bölünsün sinüs x vur kosinüs x. Getdi ixtisar sinüslər qaldı 1 böl kosinüs x. C variantı. Bu
İndi bu hardan alınır? Bu düsturu çalışın yadınızda saxlayın. Üzrü sayın. Bu düsturu çalışın yadınızda saxlayın. Tangents x bizə sinus x böl kosinus x verir. Kotangents x de bizə kosinus x böl sinus x verir. Bunu ortaq mərəzə gətirsək olur. Kosinus x vur sinus x ortaq mərəz. Bunu vururam kosinus x ortaq mərəzə gətirəndə. Bunu da vururam sinus x. Olur surətdə sinus kvadrat x üstəgəl kosinus kvadrat x. Sinus kvadrat x üstəgəl kosinus kvadrat x 1-ə bərabər olduğundan surətdə 1 olur. Məxrəcdə sinus kosinus olur. Bu belə. İndi keçək 27-yə. 27-də də kosinus x ortaqlıq götürürəm. Qalır mötərizə tangents x üstəgəl kotangents x. Demək olur kosinus x vurulsun 1 böl tangents 1 bölünsün. Demək bayaq düsturun yazdıqda bunun. 1 böl sinus x vur kosinus x düsturu var bunun. Kosinuslar ixtisar 7 qaldı nə? 1 böl sinus x D variantı. 28'e baxaq. Kotangents bölü mənfi 2. Deməli alfa 3 bölü 2 ilə 2 pi arasındadır. Deməli alfa 4-cü rübün bucağıdır. Bizə deyir sinus alfanı tap. Bunu sizə iki üsulla yazım. İkisine de xahiş edirəm diqqətlə qulaq asın. İkisini də öyrənin, mütləq öyrənin. Belə bir düsturumuz var bizim. 1 böl sinus kvadrat alfa bərabər əsas trigonometrik eyniliklərdədir. 1 üstəgəl kotangents kvadratı alfa. O da olur 1 üstəgəl kotangents kvadratı, yəni 1 üstəgəl mənfi 2'nin kvadratı. Bu da nə edir? 5. Yəni 1 böl sinus kvadrat alfa bərabər 5'ə. Belə yazaq da 1 böl sinus kvadrat alfa bərabər 5'ə. Bunu təmin asıb kimi həll eləsək, sinus kvadrat alfa bərabər olur 5'də 1'ə. Buradan sinus alfa nəyə bərabərdir? Müsbət mənfi kökdə 5'də 1'də. Müsbət mənfi kökdə 5'də 1 olur. İndi alfa neçənci rübün bucağıdır? 4-cü rübün bucağına olduğuna görə biz bunun mənfisini götürəcəyik. 4-cü bir sinusun cavabı mənfidir. İndi bunu bu formada da verə bilər. Cavab düzdür verib A variantı. Amma bunu məsələn mənfi 1 böl kökdə 5 yazıb surət məxrəcə kökdə 5'ə vurub kökdən qutarıb da verə bilər cavabı. Ona görə diqqətli olun. İndi bunu bir dənə də yolla başa salım sizə. Yenə 28'i. Baxın kotangents alfa bərabər mənfi 2. Bununla üçbucaq qaydasını həll edirəm. Düzbucaqlı üçbucaq. Kotangents axı bir dəqiqə. Bitişik bölünsün qarşıdır. Bitişik katet böl qarşı katet. Deməli mənfi 2 böl 1 götürək də. Bunu müsbət 2 ilə götürəcəm. İndi bilərsin niyə. Uzağı onsuz da həll edəndə adı nədir onun? Nəzər alacağıq. Cavab tapalım. 2 böl 1. Alfaya bitişik katet böl qarşı. Bura 1, bura 2 olunur. Pifagordan bura olur kökdə 5. İndi bizdən burada sinus alfanı istəyəndə sinus alfa nəyə bərabərdir? Qarşı katet bölünsün hipotenüs. Qarşı katet 1'dir alfanın qarşısında. Bu da kökdə 5'dir. İndi kosinusa desəydi yenə bu cür tapardı. 2 bölü kökdə 5 olardı. İndi axı alfa 4-cü rübün bucağıdır. 4-cü rübün bucağı olduğuna görə biz cavabı mənfi götürəcəyik. Əssalam qutardı 7. Üç bucaqda bunu bu formada yazmağına düz olmur. İndi yazdıq. Bizim cavabımız olur nə? Qıraqda yazırıq ki
Mənfi 1 böl kökdə 5. İndi bu cür verdiyinə görə cavabı da bu cür götürürük. İndi 29. Əziz şagirdlər, sürət qruplarına kim qoşulmaq istəsə və trigonometriyanı belə deyə hazıra gedən uşaqlar orada trigonometriyada çox əziyyət çəkirlər. Möhkəm öyrənmək istəyirsinizsə, nömrəmə yazın, müraciət edin. İnanın mənə, sizə elə çalışmalar işlədəcəyəm ki, trigonometriya çətin ki, sizin yadınızdan çıxar. 1 çıxılsın kosinus kvadratı alfa. 1 çıxılsın kosinus kvadratı alfanın düsturu var ki, bizə verir sinus kvadratı alfanı düzdür. Düsturdur. Vur. Tangens kvadratı alfanın yerinə yazıram nə? Sinus kvadratı alfa böl kosinus kvadratı alfa. Yox, bu bizə sərf eləmədi. Bu bizə sərf eləmədi əziz şagirdlər. Xoşum gəldi. Uzatdı, yolu uzatdı. Çalışma, demək möhtərəzəni vurub açacağıq, amma çalışmanı yazım. Burada möhtərəzəni vurub açaq. Biri vururam tangens kvadratı alfaya. Olur tangens kvadratı alfa. Sonra kosinus kvadratını buna vuranda. O zaman burada tangensin düsturunu yazaq. Sinus kvadrat alfa böl kosinus kvadrat alfa. Getdik ixtisar. Üstə gəl 1 çıx tangens kvadratı alfa. Baxın, tangens kvadratı alfalar getdi. Qaldı mənfi sinus kvadratı alfa, üstə gəl 1. Üstə gəl 1-in yerinə düsturda yaza bilərəm və ya elə 1 çıx sinus kvadratı alfa yazaq elə buna. 1 müsbət. Bunda düstur nədir? Düsturuna görə elə kosinus kvadratı alfaya bərabərdir. 31. Demək, sürəti kosinus kubu çıx sinus kubunu a kubu çıx b kubu kimi vurgulara ayıraq. Olur nə? Kosinus alfa çıx sinus alfa vur kosinus kvadrat alfa çıx kosinus alfa vur sinus alfa, daha doğrusu üstə gəl. Üstə gəl sinus kvadrat alfa. Məxrəcdə də 1 üstə gəl sinus alfa vur kosinus alfadır. Kosinus kvadratı ilə sinus kvadratın toplamını 1 edir. 1 üstə gəl kosinus sinusuna ilə 1 üstə gəl kosinus sinus gedir ixtisar. Qalır elə kosinus alfa çıx sinus alfa. Y variantı. Baxaq 31-ə indi. Kosinus alfa vurulsun. Bu elə bir üstürümüz var. A kvadrat çıx B kvadrat. A çıx B vur A üstə gəl B-dir də. Vur. İndi bunu A götürək, bunu B götürək. Bu da A, bu da B. Olur da A kvadrat çıx B kvadrat. Yəni 1 üstə gəl tangens alfanın kvadrat çıx 1 böl kosinus alfanın kvadrat. Ümumi böyük mötərəzənin içərisində. Bunu düstur kimi açaq. Olur 1-in kvadratı. 1 A üstə gəl B kvadrat düstur kimdə. 1 üstə gəl tangens kvadrat alfa üstə gəl 2 tangens alfa. Çıx bu birisi 1 böl kosinus kvadratı alfa. Aşağıdakını silək. Bir üstə gəl tangens kvadrat alfa. Düstura görə, əsas trigonometri eynilik düsturuna görə. 1 böl kosinus kvadrat alfa deməkdir. Demək, üstə gəl 2 tangens alfa. Çıx 1 böl kosinus kvadratı alfa. 1 böl kosinus kvadratı alfalar gedir. Qalır kosinus alfa vurulsun 2 tangens alfa. Tangens alfanı da yazırıq. Sinus alfa böl kosinus alfa kimi.
Kosinüs alfa ixtisar getdi. Cavab oldu 2 sinüs alfa. C variantı. Otuz ikidə yenə surətdəki ifadəni A kub çıx B kub kimi vurğulara ayıraq. Olur sinüs alfa çıx kosinüs alfa var sinüs kvadrat alfa üstə gəl. Sinüs alfa var kosinüs alfa üstə gəl kosinüs kvadrat alfa. Məxrəcdə də nədir? Sinüs alfa çıx kosinüs alfa. Sinüs alfa çıx kosinüs alfalar gedir və kəsirdən sonra əlavə orada çıx da var, ifadə var. Çıxırsın sinüs alfa var, kosinüs alfa var. Sinüs kvadratı üstə kosinüs kvadratı 1'ə bərabərdir. 1 üstə gəl. Bu ifadə çıxılsın bu ifadə. Sinüs alfa kosinüs alfalara gedir. Cavab olur 1. C variantı. 33. Sıfırdan dövrdə 3 üstə gəl sinüs alfa. Sıfırdan dövrdə 3 çıx sinüs alfa. A üstə gəl B açıq B uyğun yazaq bunu. Demək düsturu burada yazaq. A üstə gəl B var. A çıx B bərabər A kvadrat çıx B kvadrat. Demək bu nə olur? Sıfırdan dövrdə 3'ün, yəni 9'da 3'ün kvadratı çıx sinüs kvadrat. Mötərizə ehtiyac yoxdur. Üstə gəl. İkinci. 2 kökdə 3. 2 kökdə 2. Bölünsün 3'ün. Kvadratı çıx. Kosinüs kvadrat. Demək belə. Bərabər 9'da 3. İxtisar gedir. 3'də 1 edir. 3'də 1'in də kvadrat yenə elə 9'da 1 edir. Çıx sinüs kvadratı bax. Buradan bu ikisini eyni mötərizəyə göndərək. Diqqət edin bura. Mötərizənin içində yazanda onlara olur. Sinüs kvadrat alfa üstə gəl kosinüs kvadrat alfa olur. Niyə? Çünki mötərizənin qarşısına mənfini çıxartdıq. Sonra üstə gəl 2 kökdə 2'nin kvadratı nə edir? Kökdə 8 edir. 2'nin kvadratı 4. Kökdə 2'nin kvadratı 2. Məxrəcdə 9. İndi 9'da 1 ilə 9'da 8'i toplayıram. İndi 9'da 9. Yəni 1. Sinüs kvadrat üstə kosinüs kvadratı 1'ə bərabərdir. 1'dən də 1 çıxırıq edir 0. Hara getdim? Bunu bir neçə cür yazmaq olar. Baxın burada bir dənə diqqət edin. Deməli A kvadrat üstə B kvadratının kub bərabər A üstə 6 üstə gəl 3 A kvadratı B yox 3 A üstə 4 B üstə gəl 3 A kvadrat B üstə 4 üstə gəl B üstə 6. Bu da bizə verir A üstə 6 üstə gəl B üstə 6 üstə gəl 3 A kvadrat B kvadratını ortaq vuraq götürürük. A'nın kvadrat üstə gəl B'nin kvadrat. Deməli bu ifadə nəyə bərabərdir? Bax buna bərabərdir. Üzr sayın. Bax buna bərabərdir. Bax bu ifadə. Bunun yanında bir dənə bax. Elə A üstə 6 budur, B üstə 6 budur. 3 A kvadrat B kvadrat vur, A kvadrat üstə gəl B kvadrat. Sinüs kvadrat alfa üstə gəl kosinüs kvadrat alfa. Bu da 1'dir deyə bir vurğunu bura əlavə eləmək olur. İndi bu ifadə bizə nəyi verir? A kvadrat üstə gəl B kvadratının kubu, yəni sinüs kvadrat alfa üstə gəl kosinüs kvadrat alfanın kubunu verir. Yəni 1'in kubunu verir, o da bərabər 1'ə. Vəssalam.
Eğer burada çıx olsaydı, o zaman reyonda bu birisidir. O zaman burada da çıx olardı. Ve buradadır. Neyse, bu çıxmaları nəzərə almayaq. Cavabımız oldu 1. İndi bunu bir başka yolla yazaq. Sinüs üstü 6 üstəgəl kosinüs üstü 6'nı elə bir ki sinüs alfanı t-lə əvəz eləyək. Kosinüs alfanı da z-lə. Biraz işimizi rahatlaşdırmaq üçün hələ sinüs kvadratın t-lə kosinüs kvadratın t-lə əvəz eləyək. Və burada nəzərə alaq ki, sinüs kvadrat üstəgəl kosinüs kvadratı, yəni t üstəgəl z 1-ə bərabər olacaq. Çalışmada qarşımıza çıxsa onu nəzərə alaq. İndi diqqətlə qulaq asın. Sinüs üstü 6 üstəgəl kosinüs üstü 6'nı olur nə? Sinüs üstü 6 olur. Sinüs kvadrat t-dirsə sinüs üstü 6 alfa t kub eləyir. Kosinüs üstü 6 alfa da z kub eləyir. Demək sinüs üstü 6 alfa üstəgəl kosinüs üstü 6 alfa. Yəni t kubu üstəgəl z kubu üstəgəl 3 t z bərabər. Köməkçi üstündən bunu vurğulara ayırsaq olur t kubu üstəgəl z kubu bərabər t üstəgəl z-in kubu çıxılsın 3 tz vurulsun t üstəgəl z. Üstəgəl bu 3 tz. Bu t üstəgəl z bayaq yuxarıda yazdık ki 1-ə bərabərdir. Burada qeyd etdim 1-ə bərabər. 3 tz də 1-ə vuranda elə 3 tz eləyir. Demək 3 tz ilə 3 tz gedir. Qalır t üstəgəl z-in kubu. T üstəgəl z-i yenə deyirəm. Bir də 1-ə bərabərdir. Yəni 1'in kubu cavab oldu 1. Sinüs 4 alfa üstəgəl 2 sinüs 4 alfa vur. Kotangens kvadratın yerini yazırıq. Kosinüs kvadrat alfa böl sinüs kvadrat alfa üstəgəl kosinüs 4 alfa. Sinüs kvadratı ilə bax bu gedir, burada qalır sinüsün kvadratı. Demək bu bir düsturumuz var. Məsələn a üstü 4 üstəgəl 2a kvadrat b kvadrat üstəgəl b üstü 4 bizə a kvadrat üstəgəl b kvadratının kvadratını verir. Yəni bu ifadə də bizə sinüs kvadratı alfa üstəgəl kosinüs kvadratı alfanın kvadratını verir. Yəni 1'in kvadratı 1. D variantı. Yox, bu 35 idi. (36'ya baxın, demək 36'da 2 kosinüs 4 alfa vur tangens kvadrat. Tangens kvadratın yerinə yazırıq. Sinüs kvadrat alfa böl kosinüs kvadrat alfa üstəgəl sinüs 4 alfa üstəgəl kosinüs 4 alfa. Kosinüs kvadrat ama bu gelir, burada qalır 2. Deyə birinci bunu yazıram. Sinüs 4 alfa üstəgəl 2 vur sinüs kvadratı alfa vur kosinüs kvadrat alfa üstəgəl kosinüs 4 alfa. Bayaqkında izah etdiyimiz kimi bu bizə verir nə? Sinüs kvadratı alfa üstəgəl kosinüs kvadratı alfanın kvadratı. Cəm də 1'ə bərabərdir. 1'in də kvadratı eləyir 1. Tangens alfa bərabər 2. Biz bilirik ki demək bunu qarşı katet düzbucaqlı üçbucaq şəklində həll edə bilərik. Tangens alfanı bilirik ki qarşı katet bölmüsün bitişik katetdir. Bunu 2 bölü 1 götürsək demək bura 2 bura 1 olacaq. Düzdür, şəkil düz çəkilmədi. Amma sxematik çəkdik də. Pifaqor düsturuna görə, teoreminə görə bura 1 bura 2'dirsə hipotenuz olacaq nə? Kökdə 5.
Buradan sinüs kvadrat alfa nəyə bərabərdir? Sinüs alfa qarşı katetin hipotenuza nisbəti olacaq 2 böl kökdə 5 və kvadratla üzərində kvadrat üstəgəl 2 aşağıda məxrəcə 4 üstəgəl 5 vur. Kosinüs kvadrat alfa isə bitişik katetin hipotenuza nisbəti 1 böl kökdə 5 kvadrat bərabər 3 vurulsun 5'e 4 üstəgəl 2 məxrəcdə də 4 üstəgəl 5 vurulsun 5'də 1 5 ilə 5 getdi burada məxrəc elədi 5 3 vur 5'də 4 3 vur 0,8 üzərinə 2 gəlirəm 2 onda 4'ün üzərinə 2 gəlirəm eləyir 4,4 bu da olur 44 bölünsün 50 sürət məxrəcini 10'a vurdum. İndi ixtisar geçsə 2'yə 25'də 22 D variantı. 38'e baxın demək kotaniyes alfa bərabər mənfi 15'də 8. Burada məsələn sinüs alfanı belə taha bilərik. Sinüs alfa nəyə bərabərdir? Kvadrat yazacaqda birinci. 1 böl 1 üstəgəl kotaniyes kvadrat alfa yazıb sinüsün qiymətini tapıb o ifadədə yerinə qoya bilərsiniz. Amma bunu mən 3 bucaqla yazıram. 3 bucaqla daha rahatdır. Deməli alfa. Bilirik ki kotaniyes bitişik katetin qarşı katetin nisbətidir. Alfaya bitişik katet bax burada oldu 8. Qarşı katet oldu 15. Mənfini hələ ki nəzərə almıram. 3 bucaq olduğunu yeri nəzərə almıram. Axırdan nəzərə alarıq. Demək Pifaqor ədədlərinə görə katetlərin biri 8, biri 15 oldu. Hipotenuz oldu 17. İndi 2 çıx 17 böl 8 vur sinüs alfa. Sinüs alfanı qıraqda tapaq. Sinüs alfa bilirik ki qarşı katetin hipotenuza nisbətidir. 15 böl 17. Və alfanı neçə verib orada? İkinci rübdədir. Pi bölü 2 pi arasında ikinci rüb. İkinci rüb olduğuna görə sinüsü müsbət götürəcək. Əgər üçüncü və ya dördüncü rüb olsaydı, mütləq sinüsü mənfi götürməliydik. Deməli, 17 vur burada sinüs alfa 2 yazılır. Bu sinüs alfanın yerinə 17'də 15'i yazıram. 17 ilə 17 gedir ixtisar. 2'nin yerinə 8'də 16 yazım. Birbaşa çıx. Burada birisinin yerinə qaldı 8'də 15. O da çıxılır eləyir. 8'də 1. E variantı. Bunu da bir neçə yolla həll etmək olar. Məsələn, bayaqki yolla həll edə bilərik Pifaqorla. Amma burada bir dəqiqə üstəgəl kosinüs kvadrat alfa yazmamışam. Ancaq burada bu biri yolla yazsaq, indi bir yolla ondan daha rahat olur. Biz bilirik ki kotaniyes alfa kosinüs alfa bölünsün sinüs alfadır. Və bərabər 2 verib. 2 böl 1. Aydındır ki kosinüs alfa 2, sinüs alfa 1 ola bilmir. Sinüs 1 ola bilir, kosinüs 2 ola bilir. Kosinüs amma bunlar kosinüs 2k, sinüsü 1k götürüb həll edə bilərik. Bax birbaşa olur. Nə var burada? 3 bunun yerinə yazıram. 3 vurulsun. Sinüs 1k'dır. Kosinüs nədir? Bax sinüs 1k'dır, kosinüs 2k'dır. Üstəgəl kosinüs kvadrat alfa, yəni 2k. Bunun kvadratı 4k'nın kvadratı olur. İndi məxrəcə sinüs kvadratı, yəni k kvadrat. Çıx 2 vur kosinüs kvadrat. Kosinüsdə yenə kvadrat 4k'nın kvadratıdır. Məsələn, sürətdə oldu. 6k kvadrat üstəgəl 4k kvadrat eləyir 10k kvadrat. Məxrəcdə 1k kvadratından 8k kvadratı çıxırıq. Olur mənfi 7k'nın kvadratı. K kvadratda gedir, qalır mənfi 10 bölü 7. A variantı. Demək sinüs x vur kosinüs x. Bunun düsturu var. Bu nəyə bərabərdir? 2'də 1 sinüs 2x'ə bərabərdir.
çıx 2'də 1 yerində qaldı. Bu 2'də 1. İndi bunun qiymətlər çoxluğunu düzdürmü? Demək y bərabər sinusa bir dəfə 1 qiymətini veririk, bir dəfə mənfi 1. Yəni ən böyük ən kiçik qiymət. 2'də 1 vur 1 çıx 2'də 1 bu edir 0. 2'də 1 vur mənfi 1 çıx 2'də 1 dir mənfi 2'də 1 çıx 2'də 1 bu da mənfi 2'də 2 bu da mənfi 1. Bu deməli mənfi 1 0 aralığı. Yox, çaşıb o birisinə baxıram, ya variant deyirəm. A variant. Burada çalışmanın nömrəsi yazmamışam. %41'də bunu biraz da açıqlayaq. Deməli 2 sinus x kosinus x bizə sinus 2x'in düsturunu verir. Buradan alınır ki sinus x vur kosinus x bərabər 2'də 1 sinus 2x. Demək bu ifadənin yerinə yazıram 2'də 1 sinus 2x. Üstəgəl bu 2'də 1 var. Şimdi burada 2'də 1 ortaq vuruq çıxardıb da eləyə bilərik. 2'də 1'i götürürəm, ortaq vuruq qalır. Sinus 2x üstəgəl 1. Demək burada qiymətlər oblastın, qiymətlər çoxluğunu tapaq. Sinusun yerinə bir daha 1 veririk, bir daha mənfi 1. Olur 2'də 1 vurulsun 1 üstəgəl 1. Olur 2'də 1 vurulsun 2 ilə 7 çıxsa qalır 1. Bir dəfə də y bərabər 2'də 1 vurulsun. Sinusun yerinə mənfi 1 yazırıq. Mənfi 1 üstəgəl 1. Mənfi 1 üstəgəl 1 0. Bu da cavab edir 0. Demək ən kiçik qiyməti 0, ən böyük qiyməti 1. Cavab olur 0. 1 aralığı B variantı. İndi 42'yə baxaq. Y bərabər sinus kvadrat x vur kosinus kvadrat x üstəgəl 3. Baxın, burada hər tərəf kvadrata yüksəltsək sinus kvadrat x vur kosinus kvadrat x bərabər olur. Demək bu da kvadrata yüksələcək. Nə olur? 4'də 1 sinus kvadrat 2x. Demək y bərabər 4'də 1 sinus kvadrat 2x üstəgəl 3. Bir dəfə yazırıq y bərabər. Sinus kvadratının ən böyük qiyməti 1'dir. Bu edir 3 tam 4'də 1. 1'in kvadratı onsuz da 1'in yerdə. Bir dəfə də y bərabər 4'də 1 vurulsun nə? Sinus kvadrat, yəni 0'ın kvadratı. Üstəgəl 3, o deyir 0 üstəgəl 3 bərabərdir 3. Demək 3 tam ən kiçik qiymət 3, ən böyük qiymət 3 tam 4'də 1. C variantı. Şimdi burada yine y bölü 5 çıx. Bayaq yazdığımız kimi bunun yerinə düstur aldıq. 4'də 1 sinus kvadrat 2x. Ən böyük ən kiçik qiymətini tapaq. Olur bir dəfə 5 çıx. 4'də 1 vur. Sinusun ən böyük qiyməti 1'dir. 1'in kvadrat. 5 çıx 4'də 1. Elə 4 tam 4'də 4'dən çıxıram 4'də 1'i. 4 tam 4'dən 3. Y bərabər 5 çıx 4'də 1 vuruna kvadrat olduğuna görə bunun üzərində mənfi 1 alınır da qiyməti. Ona görə ən kiçik qiyməti 0 olur. Olur 5 çıx 0 5.
En kiçik qiyməti 4/4'də 3. En böyük qiyməti 5. C variantı. Dörtte bize deyir ki sinüs alfa çıx. Üstəgəl kosinüs alfa bərabər A-ya sinüs kub üstəgəl kosinüs kub bölünsün 2'ni tapaq. Bunu köməkçi düsturla yaza bilərik. Onun için bize burada sinüs alfa vurulsun. Kosinüs alfanın hasili lazımdır. Her tərəfə kvadrata yüksəldək burada. Olur nə? Sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat alfa üstəgəl 2 sinüs alfa vur kosinüs alfa bərabər t'yə a'ya üzrü sayın. Bunu bir dənə x ilə əvəz edeyim, işim rahatlansın. X'i tapaq da. Bu 1'dir. 1 üstəgəl 2x bərabər a'ya. Buradan alınır ki nə? X bərabər a çıxılsın 1 bölünsün 2. 1'i keçirdim digər tərəfə. 2'ni də göndərdim məxrəcə. Bu nə idi belə? İndi aşağıdakının a kub üstəgəl b kub düsturu ilə vurğuları ayıraq. A kub üstəgəl b kubunun bunun köməkçi düsturu ilə yaza bilərik bunu. Məsələn yazaram a üstəgəl b'nin kubu çıx 3ab a üstəgəl b və yaxud öz düsturuna yazaram. A üstəgəl b vurulsun a kvadrat çıx ab üstəgəl b kvadrat. Məsələn ikinci ilə bununla həll edək bunu. A üstəgəl b yəni sinüs alfa üstəgəl kosinüs alfa vur a kvadratı sinüs kvadrat alfa üstəgəl adız çıxılsın. Sinüs alfa vur kosinüs alfa üstəgəl kosinüs kvadrat alfa. Bu ikisi 1'dir. Bu nədir? Bu elə a verib çalışmanın özündə. Məxrəcə də 2'ni saxlayaq. Aşağıdakı düsturu silək. A vurulsun. 1 çıx sinüs vur kosinüs. Sinüs vur kosinüs deyil x idi. Əvəz eləmişdik onu. A çıx 1 bölü 2'dir. A çıx 1 bölünsün 2. Demək, sürətdə mötərizəni vurub asaq və ya baxın bura. Orta məxrəcə gətirə bilərəm. Məxrəcinə 1 yazaram. Bunu vurdum 2'yə. A vurulsun 2'də 2 çıx a üstəgəl 1. Sürətdə daha mötərizəyə ehtiyac yoxdur. Məxrəcdə də 2. İndi baxın kəsrin. Sürət məxrəcini elə bu formadadır da. Ehtiyac yoxdur. Başa salmaq üçün mötərizəyə aldım. Sürət məxrəcini 2'yə vurun bunu. Bu 2 ilə bu 2 gedir. Məxrəcdə alınır 4. Sürətdə alınır a vurulsun. Deməli 2 üstəgəl 1 3. 3 çıx a. Uzaq başı buradan mötərizəni vurub basacaq da. 3 saat çıx a kvadratı böl 4. A-nı vurdum 3'ə, A-nı vurdum A-ya. Qutardı getdi. A kvadrat deyirəm bir dəqiqə. Burada səhv hardadır? Ha, burada kvadrat yazmamışım. Rəngimi bir dənə dəyişdireyim. Kvadrat. 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 Kub. D variantı.
Keçək 45'ə. Sinüs alfa çıx kosinüs alfa bərabər. Yenə burada hər tərəfə kvadrata yüksəldək. Olur sinüs kvadratı alfa üstə gəl kosinüs kvadratı alfa çıx 2 sinüs alfa vur kosinüs alfa bərabər a'nın kvadratı. Bunu bir dənə x ilə əvəz eləyək. Deməli sinüs kvadrat üstə kosinüs kvadratda 1'dir. 1 çıx 2x bərabər a kvadrat. Buradan azalan çıxılan fərq çıxılanı tapmaq üçün azalandan fərqi çıxıram. 2x bərabər a kvadrat çıx 1. X bərabər a kvadratı çıx 1 böl 2. Yox, azalanı tapmaq üçün çıxılanı tapmaq azalandan fərqi çıxırıq və bunun mənfisini saxlayaq yerində. Buradan da alınır x bərabər 1 çıx a kvadratı böl 2. X'i tapdıq. Bunu yenə vurğulara ayıraq. Deməli a kub çıx b kub kimi sinüs alfa çıxılsın. Kosinüs alfa vurulsun. Sinüs kvadrat alfa üstə gəl. Sinüs alfa vur kosinüs alfa üstə gəl kosinüs kvadrat alfa. Məxrəcdə də 2. Sinüs alfa çıxılsın kosinüs alfa a'ya bərabərdir. Vur. Sinüs kvadrat üstə kosinüs kvadratı 1'dir. Üstə gəl. Sinüs vur kosinüs də bu x'dir. 1 çıx a kvadratı bölünsün 2. İkinci saxladı. Surətdə a vur. Bunu orta məxrəcə də gətirə bilərik. Demək, məxrəcinə 1 yazsaq, bunu 2'yə vuracağım. Bunu 1'ə vuracağım da məxrəcinə 1 yazmaq çətin oldu. Demək, məxrəcdə oldu burada 2. Bir dəqiqə bunu biraz sinəyə aşağıdan yazaq. A vurulsun. 2 üstə gəl 1 çıx a kvadrat. İndi kəsin sürət məxrəcini 2'yə vursaq, bu 2'lər getdi. Sürətdə nə qaldı? A vur 3 çıx a kvadrat. Məxrəcdə də 2. Uzaq başı mötərizələrini vurub basacaq. 3 a çıxılsın. A kubu məxrəcdə 2 deyirəm. Üzr sən 2 vur 2. 4. A bəndi. Buradan birbaşa altını ortaq vuruq götürdüm. Baxın, bax bunun düsturunu alaq, o birlərdə ola bilsin istifadə olundu. Ona görə yadınızda saxlayın da bu düsturu. Belə bir düsturumuz var bizim. A üstə 4 üstə gəl B üstə 4 bərabər a kvadrat üstə gəl B kvadratının kvadrat çıx 2a kvadrat B kvadrat. Deməli sinüs üstə 4 alfa. Alfa deyilsin x də üstə gəl. Kosinüs 4x bərabər sinüs kvadrat x üstə gəl. Kosinüs kvadrat x'in kvadratı çıxılsın. 2 vur. Sinüs kvadrat x vur. Kosinüs kvadrat x. 42-ci çalışmanın izahında bunun düsturunu vermişdik. Əvvəl bunu 1 yazaq. Bu 1'dir. Çıx 2 vurulsun. Bunun düsturun 42-ci çalışmada izah eləmişdik ki, bu bərabər nəyə? 4'də 1 sinüs kvadrat 2x. Demək bu düsturu yazın, saxlayın ki sinüs 4x üstə gəl. Kosinüs üstü 4x bərabər, burada bundan da bu gedir 2 qalır. 1 çıxılsın 2'də 1
sinüs kvadrat 2x-ə bərabərdir. Bu düstur kimi saxlayın. Çox istifadə olunan düsturlardandır. Tam çox istifadə olmasa da amma istifadə olunur. Baxın 47-də də var. Demək çalışmada y bərabər olacaq. 6 vurulsun bu ifadə. 6 vur var axı oradan. 6 vur 1 çıx. 2-də 1 sinüs kvadrat 2x. 6'nı vuraq bu ifadəyə, 6'nı vuraq bu ifadəyə. 6'nı 1'ə vuranda 6. 6'nı 2'də 1'ə vuranda olur 3. Sinüs kvadrat 2x'də qaldı yerində. Qiymətlər çoxluğunu tapırıq. Yəni ən böyük, ən kiçik qiymət o varsa. 6 çıx 3 vur. Sinüsün ən böyük qiyməti 1'dir. İstəyir 2 olmasın, sinüs istəyir 2000 2x olsun. Önemli deyil. 1'dən böyük qiymət. 6 çıx 3 vur 1. O deyir 3. Kvadrat olduğuna görə ən kiçik qiymət mənfi 1 ola bilmir. Ən kiçik qiymət 0 olur. Çünki sinusa mənfi 1 qiymətini versək, mənfi 1'in kvadratı yenə müsbət olur. 0 versək isə 0'ın kvadratı. Kvadratın ən kiçik qiyməti. Deməli 6 çıx çaşıb şagird bunu 6 çıx 3 yazar. Sonra vurar 0'a. 6 çıx 0 bərabər 6. Deməli 3'dən böyük. Ən kiçik qiyməti 3, ən böyük qiyməti oldu 6. 47'yə baxaq. 47 y bərabər yəni 4'ü ortaq vuraq götürürəm olur. Sinusu 4x üstə gəl. Kosinüsü 4x. Demək 46'nın izahında bu düsturu verdik. Bu düstur nəyə bərabərdir? 1 çıx 2'də 1 vur. Sinüs kvadrat 2x. Ötərizinə vuraqsa 4'ü 1'ə vururam 4. 4'ü 2'də 1'ə vuran deyilir 2. Sinüs kvadrat 2x. İndi ən böyük ən kiçik qiymətini tapaq. 4 çıx 2 vur 1'in kvadratı. 4 çıx 2 vur kvadratın ən kiçik qiyməti 0. 0'ın kvadratı. 4 çıx 0 bərabər 4. Ən böyük ən kiçik qiymət 2. Ən böyük qiyməti 4. Hara getdi onun lazım? D variantı. Sinüs vur kosinüs 8'də 3 bizə bu ifadəni tapmağımızı istəyir. Belə yazaq. Bu ifadəni kökün altına göndərək. Kök altında bunun kvadratı kimi yazaq. Kvadrat tapıb cavabdan kök alacağıq. Vəssalam. 3'ün kvadratı neydi? 9. Sürüsayın. Düz 9 ilə 3 kimi kökdən çıxardaq. Heç bizə ehtiyac yoxdur. Əsas bu birisini yazaq. Bunu kvadrat kimi yazsaq, sinüs kvadrat alfa üstə gəl. Kosinüs kvadrat alfa çıx 2 vur sinüs alfa vur kosinüs alfa. Açıq b kvadrat üstüründən bunu yazdıq. Yəni bərabər 3 vur kökətə bu 1'dir. 1 çıx 2 vur sinüs vur kosinüs da bizə verir burada 8'də 3'ü. 1 çıx 2 ilə 8 gedir xıçar 1 4. Kök atda 1 çıx 4'də 3. 1'in yerinə 4'də 4 yazaq. 4'də 4'dən çıxaq 4'də 3'ü. 4'də 1. 4'də 1'dən kök çıxır 2'də 1. 3'ü də 2'də 1'ə varında 2'də 3 eləyəcək ya da 1 onda 5 eləyəcək. Cavabı Y variantı. İndi bu ifadəni tapaq. Tapmaq üçün əvvəl nə edək? Bunu kökün içərisinə göndərib kvadratını tapaq. Sonra cavabdan kök alarıq. Olur kök altda sinüs alfa üstə gəl kosinüs alfa yəni. Kvadrat. Demək sinüs kvadrat alfa üstə gəl kosinüs kvadratı alfa üstə gəl 2 vur sinüs
alfa vur kosinüs alfa. Sinüs kvadrat üstəlik kosinüs kvadrat 1'dir. 2 sinüs alfa kosinüs. Sinüs alfa kosinüs alfada bir dəqiqə 3'də 1'də burada ne 1 yazmış. 3'də 1 üstəlik 2 vur 3'də 1. 2 vurulsun. Kök altda 1 tam 3'də 2. 2 vurulsun. 3'də 5. Evet sana elə cavab elə bu formada da verib. Uzaq başı sürət məxrəzi kökləri çevirib məxrəzi kökdən azad edə bilər. İkinci çalışmada sürətdə o ikisindən sinüs kvadrat alfanı orta fırıq götürürəm, qalır 1 çıx sinüs kvadrat alfa üstə gəl kosinüsü 4 alfa öz yerindədir. Məxrəcdə də kosinüslardan kosinüs kvadrat alfanı götürürəm, qalır 1 çıx kosinüs kvadrat alfa üstə gəldi sinüs 4 alfa yerində qalıb. Demək 1 çıx sinüs kvadrat alfa düstur verir. Əvvəl bunu yazaq. Sinüs kvadrat alfa 1 çıx sinüs kvadrat alfanın yerinə yazıram kosinüs kvadrat alfa. Düstur var axana. Üstə gəl kosinüs 4 alfa yenə yerində qaldı. Məxrəcdə yenə kosinüs kvadrat alfanı yazıram. 1 çıx kosinüs kvadrat alfanın yerində yazıram. Sinüs kvadrat alfa. Üstə gəl sinüs 4 alfa. Sürətdən indi kosinüs kvadrat alfanı götürsək orta fırıq qalır. Sinüs kvadrat alfa üstə gəl kosinüs kvadrat alfa. Məxrəcdən də sinüs kvadrat alfanı götürürəm, qalır kosinüs kvadrat alfa üstə gəl sinüs kvadrat alfa. Burada sinüs kvadrat üstə kosinüs kvadrat 1'ə bərabərdir. Sürətdə olur kosinüs kvadrat alfa. Vur 1 yəni kosinüs kvadrat. Məxrəcdə də bu kvadrat da 2 alfa deyil. Bu da 1'ə bərabərdir məxrəc. Sinüs kvadrat alfanı 1'ə vurur, olur sinüs kvadrat alfa. Və salam kosinüslə sinüsə bölündə olur nə? Tan üzr sayın kotanyez. Kotanyez kvadratı alfa. C variantı. Burada işimizi rahatlaştırmaq üçün sinüs alfanı x ilə əvəz eləyək. Nə olur? X kvadrat. Çıx 5x üstə gəl 6. Məxrəcdə də bu da kosinüs daxil. Kosinüs kvadrat alfa 1 çıx sinüs kvadrat alfa olur 1 çıx x kvadrat. Üstə gəl 2x çıx 1. Birlər getdi. Sürəti vurğulara ayırsaq olur x çıx 2, x çıx da bura qədər gələn şəqət vurğulara ayırmalı bilməlidir. Məxrəcdən də mənfi x ortaq fırıq götürürəm, qalır x çıx 2. İxtisar getdi. Məxrəcdə x çıxıcı 3 çıx x yazsaq qarşıya mənfi çıxır, aşağıdakı mənfini aparır. Oldular müsbət. Demək 3 çıx x bölü x. Yəni 3 çıx sinüs alfa böl sinüs alfa. D variantı. Deməli burada çıx kotanyez x'i birbaşa kosinüs x böl sinüs x yazıram. İndi bu ifadəni ortaq mərəzə getirək. Ortaq mərəzə olur bu vurulsun bu. 1 çıx kosinüs x vur sinüs x. Bunu vururam. Sinüs x olur. Sinüs kvadrat x. Bunu da vururam 1 çıx kosinüs x'e. Kosinüsü vururam 1'ə. Kosinüs x
Kosinüsü vururam. Kosinüsə mənfinin mənfi vuranda olur müsbət. Kosinüs kvadrat x olur. İkisinin cəmi 1'dir. Demək surətdə olur 1 çıx kosinüs x. Məxrəcdə olur 1 çıx kosinüs x vur sinüs x yerində qalır. Məxrəcdəki daha doğrusu 1 çıx kosinüs x tərəfə gedir, qalır 1 böl sinüs x. Burada surət və məxrəci 1 çıx sinüs x-ə vuraq görək nə alınır. Deməli 1 üstəgəl sinüs x-i 1 çıx sinüs x-ə vuranda surətdə olur 1'in kvadrat çıx sinüs kvadrat. Məxrəcdə də olur kosinüs x vurulsun 1 çıx sinüs x. Hər dəfə bərabər üstəvi yazmadan bu kəsiri bir dənə həll edeyim sonra. 1'dən sinüs kvadratın çıxanda olur kosinüs kvadrat x. Məxrəcdə də kosinüs x vurulsun vurulsun 1 çıx sinüs x. Kosinüs x-in 1'i 7 bərabər olduğu nə kosinüs x böl 1 çıx sinüs x. Bu ifadələr bir-birinə bərabər oldu ki. O da bərabər nəyə? Çalışmanın özünə nə verib? 3'də 1'ə. Demək kosinüs x böl 1 çıx sinüs x bizə bunun cəbənini verir. Hər tərəfi mötərizal kvadrata yüklətməklə də bu alınardı. Daha formada yazmadım. 54. 54'də surət məxrəcə birbaşa düsturunu yazaq. Demək surətdə 1 çıxısın tangens x. Tangensi yazırıq. Sinüs x böl kosinüs x kimi. Aşağıda da 1 üstəgəl tangens kvadrat x. Gəlin belə eləyək. 1 üstəgəl tangens kvadrat x-in düsturu var axı bizim üçün. 1 böl kosinüs kvadrat x-ə bərabərdir. Üstəgəl 1 üstəgəl kotangens x-in yerinə yazırıq. 1 üstəgəl kosinüs x böl sinüs x. Məxrəcdə də 1 üstəgəl kotangens kvadrat alfa olur. Düstur var ki, əsas trigonometrik eyniliklərdə 1 bölünsün sinüs kvadrat x edir. İndi bunun əziz şagirdlər rahat yolla necə yazır, amma buranı bir dənə silək bizə manəçilik törətməsin çox. Bu kəsirin, surəti ortaq məxrəcə gətirib həll edincə kəsirin surət məxrəcini vururam nəyə? Kosinüs kvadrat x-a. Burada kosinüs kvadrat x-lər getdi. Bu kəsirin də surət məxrəcini vururam sinüs kvadrat x-a vururam. Bu işimizi daha rahatlaşdırır. Bunlar getdi ixtisar. Surətdə nə qədər aldı? Kosinüs kvadrat x-i vururam 1'ə. Olur kosinüs kvadrat x. Çıx. Kosinüs kvadrat x vururam sinüs x böl kosinüs x-a. Bunu biraz açıq yazacağım. Kosinüs kvadrat x vur sinüs x böl kosinüs x. Üstə gəl. 1'i vururam sinüs kvadratına. Sinüs kvadrat x üstə gəl. Bu kəsiri vururam sinüs kvadratına. Məxrəcdə də 1 qaldığına görə məxrəclə yazılmadı. Demək bununla bu ikisi bərabərdir 1'ə. Kosinüslə 1'i 7 qaldı kosinüs sinüs. Sinüslə bu sinüs x-a getdi. Deməli nə qaldı burada? Bunun rəngini dəyişək. Burada qaldı kosinüs vur sinüs. Burada da qaldı kosinüs vur sinüs. Biri mənfi, biri müsbət, düzdürmü? Bunlar getdi. Da yerində bir şey qalmadı. 0 qaldı. Vəssalam. Cavab 1. D variantı.
Bu ifadənin qiymətlər çoxluğunu tapmaq üçün ortaq məhrəcə gətirək görək nə alınır. Ortaq məhrəc olur sinus kvadrat x vur kosinus kvadrat x. Surətdə nə olur? Bunu vururam kosinus kvadrat x-ə, bunu da vururam sinus kvadrat x-ə. Kvadrat yaxşı alınmır, lənət işidir. Surətdə olur kosinus kvadrat x üstə gəl sinus kvadrat x. Bu 1 oldu. Məxrəcdə də bayaq 40 neçənci çalışmaydı deyən. 42-ci çalışmada. Baxın 42-ci çalışmada istəsəz geriyə baxarsınız. İzah eləmişdik ki sinus kvadrat x kosinus kvadrat x və bu ifadə bizə 4'də 1 sinus kvadrat 2x verir. Biri də 4'də 1'ə bölünür, 4 çıxır yuxarı olur. İndi bunun ən böyük qiyməti, baxın bura. Elə bil ki 4'ü böl bir daha 1'in kvadratı. Sinusun ən böyük qiyməti 1'də. Bu oldu 4. Diqqət edin buna. Dörd böl sinus kvadrat x'in daha doğrusu məxrəc böyük olanda, məxrəc nə qədər böyük olsa cavab o qədər kiçik olur. Məxrəcin ən böyük qiyməti 1 oldu. Bu 4 bunun oldu ən kiçik qiyməti. Baxın sinus kvadrat x sıfıra yaxınlaşır da. X sıfıra yaxınlaşdıqca sinus sıfıra yaxınlaşır. Məsələn, yazıram 4 bölünsün. Sinusun qiyməti 0'dan 0. Məsələn, 1000'də 1'in kvadratı və ya 10.000'də 1'in kvadratı. Nə olacaq bu? Məsələn, 400 milyon, düzdür mü? Yəni, x sıfıra yaxınlaşdıqca bu ifadənin qiyməti müsbət sonsuzluğa yaxınlaşır. Demək, cavab oldu 4'dən müsbət sonsuzluğa. Və ya belə yazıram. Yazıram limit x yaxınlaşanda 0'a 4'ü böl sinus kvadrat 2x. Bunun cavabı sonsuzluq olur. Özü müsbət sonsuzluq. Qurtardı, getdi. Cavabımız oldu 4'dən müsbət sonsuzluğa. Bir şey çalışmanı. Keçək indi 56'ya. Tangent alfanı verib 2. Bu çalışmanı indi yazacağım kimi həll etmək daha rahat olur. Biz bilirik ki tangent alfa bu bərabər 2 verirsin. Bu 2 böl 1 deməkdir də, düzdür? Yəni burada tangent alfa düzdür. Sinus alfa böl kosinus alfadır. 2 böl 1. Sinus 2 kosinus 1 olmaz. Yəni kosinus 1 ola bilər, sinus 2 ola bilər. O zaman bunlar 2 böl 1 nisbətində deyə sinus 2k, kosinusu 1k yazıram. Baxın indi orada kosinus kubu alfa k'nın kubu olacaq. 1k'nın kubu k kubu. Üstə gəl. Sinus kubu alfa bax 2k'nın kubu, yəni 8k kubu. Məxrəcdə yenə sinus kubu 8k kubu üstə gəl 3 vur. Sinus kvadrat deyəndə, yəni bu 2k'nın kvadrat olur 4k kvadrat. Vur kosinus alfa, o da 1k, yəni k. Surətdə 9k kubu məxrəcdə 8, o da 12. 20k kubu bərabər oldu nə? 20'də 9. Baxın bura, burada bu alfadırsa kotangent alfa 7'dirsə, bu nə olacaq? Bu ifadəni 2'yə vuranda eləyir də 7 x böl 17. Elə bir ki 3x gəl 30. Üzrü sayın. 3x böl 34'ü 2'yə vuranda olur 7x böl 17. Demək bu oldu 2 alfa. Bizə deyir kosinus 2 alfanı tapın. Kosinus 2 alfanın tangesine olan bir düsturu var. Yox, elə birbaşa kotangesine olan yazan. Deməli,
Kosinüs 2 alfa beraber kotangez kvadrat alfa çıx 1 böl kotangez kvadrat alfa üstə gəl 1. Kotangez 7 də burada, değil mi? 7'nin kvadrat çıx 1. 7'nin kvadrat üstə gəl 1 olur. 50'də 48 ixtisar gedir. 24 25. Bu surət məxrəcini 4'ə vursam olur 0,96. A variantı. Biz bunu ortaq məxrəcə gətirsək, bu bizi bezdirər. Uzun alınar. Burada bu surət məxrəcini 1 çıx sinüs alfaya vuram. Bunu da surət məxrəcini 1 çıx kosinüs alfaya vuraq. Bir üstə gəl sinüs alfanı 1 çıx sinüs alfaya vuranda olur 1'in kvadrat çıx sinüs kvadrat alfa. Sürət də olduğu kimi qalıb da. İndi bax 1 üstə gəl kosinüs alfanı 1 çıx kosinüs alfaya vursaq olur 1'in kvadrat çıx kosinüs kvadratı alfa. Surətdə də sinüs kub alfa vur 1 çıx kosinüs alfa. Aşağıdan təzədən vurğular ayıb yuxarıdan ixtisar pəstəyin 2 söz yox. 1'dən sinüs kvadratın çıxanda olur nə? Kosinüs kvadrat alfa. 1'dən kosinüs kvadratın çıxanda olur sinüs kvadrat alfa. Surətdə kosinüs kub alfanı demək vur 1 çıx sinüs alfa. Burada da sinüs kubu alfa vur 1 çıx kosinüs alfa. Bu biraz işimizi rahatlaştırdı biraz. Burada ixtisar problemi var. Burada kvadratı, burada kubudur. Bir dənəsi qaldı. Kvadratı, burada da kubu. Bir dənəsi qaldı. Böləndə üstlər çıxılır axı. Elə bu a kubun a kvadratına bölünən nə inir? A üstü 3 çıx 2, A üstü 1 inir. Mütərizəni vuraq açaq. Kosinüsü vururam 1'ə. Kosinüs alfa çıx. Kosinüsü vururam sinüs A. Kosinüs alfa vur. Sinüs alfa çıx. Sinüs alfanı vururuq 1'ə. Sinüs alfanı vururam kosinüs alfaya. Üstə gəl. Sinüs alfa vur kosinüs alfa. Sinüs alfa kosinüs alfalar gedir. Onda burada nə qaldı? Kosinüs alfa çıx. Sinüs alfa qaldı. Y variantı. Burada tangensin yerinə sinüs böl kosinüs yazıb işim rahatlayam. Birbaşa yazıram. Sinüs alfa böl kosinüs alfa. Kosinüslər ixtisar getdi. Qaldı nə? Üç vur. 1 çıx sinüs vururam sinüsa. Sinüs kvadratı alfa. Üstə gəl 3 sinüs kvadratı alfa. Üstə gəl 2. 1 çıx sinüs kvadratı alfa kosinüs kvadratını verir. Bu bizə kosinüs kvadratı alfanı verir. İndi 3'ü ortaq vuruq götürürəm qalır. Kosinüs kvadratı alfa üstə gəl. Sinüs kvadratı alfa üstə gəl 2. Bu 1'dir. 3 vur 1 üstə gəl 2 o da inir 5. Demək 1 çıx sinüs alfa vur kosinüs alfa vur kotangens alfa. Kotangensin yerinə kosinüs alfa bölünsün. Sinüs alfa yazaq. Getdi ixtisar. Bunu əvvəlcə həll edeyim.
Çox sonra üzərinə 2 kosinus kvadrat alfa üstəgəl 4 gələrik. 2 vur 1 çıx. Kosinusu kosinusa vuranda kosinus kvadrat alfa edir. Birdən kosinus kvadrat alfanı çıxanda edir sinus kvadrat alfa. 2 sinus kvadrat alfa. Yəni davam edək. Demək 2 sinus kvadrat alfa üstəgəl nə var ifadədə? 2 kosinus kvadrat alfa üstəgəl 4. Buradan 2'nin orta vuruq çıxartsaq qalır sinus kvadrat alfa üstəgəl kosinus kvadrat alfa üstəgəl 4. Bunun cavabı 1'dir. 2 vur 1 2. 2'nin üzərinə 4 gəlirik. Cavab elədi 6. Demək tangens üstəgəl kotangens bərabər 4'dür. Belə eləyək də bunu. X ilə Y-nin əvəzinləyək. X üstəgəl Y bərabər 4. Bizə deyək tangens kvadrat üstəgəl kotangens kvadrat. Yəni x kvadrat üstəgəl Y kvadratını tapaq. Köməkçi üstünə yazaq bunu. Olur x üstəgəl Y kvadrat çıx 2xy. X üstəgəl Y 4'dür. 4'ün kvadratı çıx 2 vur. X Y burada nədir? Tangens vur kotangensidir. O da 1'ə bərabərdir. Bəli. 16 çıx 2. Neçə eləyir? 14. Demək 62-ci çalışmada surətdə sinus kvadrat x-in yerinə 1 çıx kosinus kvadrat, birinin də üzərinə kvadrat yazırıq. Onu da a kvadrat çıx b kvadrat kimi belə yaza bilərik. Demək baxın 62-də birbaşa surətdə sinus kvadrat x yazırıq. 1 çıx kosinus x vur 1 üstəgəl kosinus x. Məxrəcdə də 1 üstəgəl kosinus x var. Onu ortamıza gətirmək nə də eləmək olar? İndi bu dəfə belə yazıq. Üstəgəl yenə sinus kvadrat x-in yerinə 1 çıx kosinus x üstəgəl vurulsun daha doğrusu. 1 üstəgəl kosinus x məxrəcdə nədir? 1 çıx kosinus x. Bundan da bu getdi ixtisar. Nə qaldı? 1 çıx kosinus x üstəgəl 1 üstəgəl kosinus x. Kosinus x'lər getdi. Cavab oldu 2. 60'ı bayaq çəkib həll eləmişəm. Amma video çəkmirdi. Baxın bura yenə. Bir dənə rəngini dəyişdirim. Bu da 60'ını həll eləmişəm. Kosinus kvadrat x'in yerinə nə yazdım? 1 çıx sinus x, 1 üstəgəl sinus x surətdə. Bunlar getdi ixtisar. Yenə ikinci kəsirdə bu kosinus kvadratını bunun yerinə yazdım 1 çıx sinus x, 1 üstəgəl sinus x. Bu da 1 çıx sinus x'lər getdi. Düzdür? Qaldı burada birinci kəsirdə 1 çıx sinus x qaldı, ikincidə 1 üstəgəl sinus x qaldı. Yəni bu sinuslar getdi, cavab oldu 2. Bu da belə. (64) 64'ün çalışmada baxın. Bayaq belə deyək də bunun izahını 34'ün çalışmada demişdim. Keçib oradan izahına baxın. Orada demişdik ki bunun cavabı 1'dir. Bu 1'dən də 1 çıxıram. Cavab edir 0. Vəssalam. Bir də o boyda izahı yenidən yazmadım. Bu düstur yadınızda qalsın ki bunun cavabı 1'dir. Oradan izaha baxa bilərsiniz. Tangens alfa nə vaxt 2'də 1. Demək belə götürək. Yenə alfa buranı götürək. Qarşı katetin bitişik katet nisbəti. Qarşı katet bu olsun, bitişik bu olsun. Pifaqor ədədlərinə görə bura olacaq 5. 1, 2, 5. İndi kosinus alfa nəyə bərabərdir? Kosinus alfa bitişik katetin hipotenuza nisbəti. Kosinus kvadrat alfa olur. Demək bitişik böldüm hipotenuza və kvadrat. Kosinusda kvadrat var ona görə. 8 çıx 5 vur 25'də 4. 5 ilə bu gedir qalır 5. 8 çıx 5'dədir. Yəni 0 onda 8. O deyilir 7 tamam deyik. Burada da kotangens alfa 3'də 1'dir.
Biz bilirik ki, kotangens bitişik katetin hipotenuza nisbətidir. Üçüncü tərəfi tapsaq, bura olacaq nə? Kökdə 10 Pifaqoradın. Elə ki, belə yazaq, haşiyə çıxaq bunu. C bərabər kök altda A kvadrat üstəgəl B kvadrat, yəni 1-in kvadrat üstəgəl 3-ün kvadrat, o deyək kökdə 10. İndi sinüs kvadrat alfa. 12 çıx 10 vur. Sinüs alfa bilirik ki, qarşı katetin hipotenuza nisbətidir. 3 böl kökdə 10. Burada da kvadrat. Bu da olur 12 çıxılsın. 10 vur 9 bölünsün 10. 10'dan 10 getdi. 12'dən 9 çıxdıq. Cavab elədik. Bir dəqiqə. Burada bir şey nəzərimdən qaçıb əziz şagirdlər. Videomu bir də kəsməyin. Burada kökdə 5'də axı. Kökdə 5'in kvadratı 5. 5 ilə 5 gedir. Qalır 1. 8'dən də 4 çıxırıq. Cavab olur 4. Necə nəzərimdən qaçıb? Yorğunluqdan deyək. Olur belə şeylər. Demək 67'də bizə A'nın hansı qiymətində bu eynilik doğrudur. Biz bilirik ki tangents x vur kotangents x bərabər 1. Demək bu ifadələr gərək bir-birinə bərabər olsun. Üstəgəl 8 bərabər 2a kvadrat üstəgəl 9a üstəgəl 20. Bunu həll etsək 3a kvadratının a kvadratını çıxıram. 2a kvadratını çıxıram. A kvadrat 5a'dan 4a'nı çıxıram. 4a 8'dən də 20'yi çıxıram. 12 bərabər 0. A1 bərabər 2. A2 bərabər 6 yazılır. Vuranda mənfi 12 eləməlidir. Toplayanda müsbət 4. O zaman belə. Əssalam. Demək burada da sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat 1 olmalısı üçün bu ədəddə, yəni bu alfalar eyni olmalıdır. Baxıram 68'də sinüs kvadratı mötərizədəki ifadəyə, sonra kosinüs kvadratın mötərizədəki ifadə bir-birinə bərabər olmalıdır ki, bu eynilik ödənsin. Bunu həll edək. 3a kvadratından 2a kvadratını çıxıram eləyir 1a kvadrat. Mənfi 5a. 4a'nı keçirdirəm bu tərəf olur. Üstəgəl 4a. Üstəgəl 3 çıx 9. Buradan olur a kvadrat çıx 5a çıx 4a. Mənfi edir. Böyükdən kiçik çıx böyüyün işarəsi. Çıx 6 bərabər 0. Burada a1 bərabər 2. a2 bərabər 3 yazaq. Vuranda mənfi eləməlidir. Toplayanda buradakı ədədin əksi müsbət bir Viet teoreminə görə tapsaq. Bu olur mənfi, bu olur müsbət. Bizdən A'nın müsbət natural qiymətini istədiyinə görə cavabımız olur 3. Demək, kotangens alfa 3'də 1'dirsə, məsələn, alfanı burada götürək. Alfaya bitişik katetin qarşı katetə nisbətidir. Pifaqora görə bura olacaq kökdə 10. Elə bir kök altda 1'in kvadrat üstəgəl 3'ün kvadrat. Kökdə 10. İndi sinüs alfa. Bu zaman sinüsü burada nəyə bərabərdir? Bitişik katet, yox, üzrü sayını çaşdım. Qarşı katetin hipotenuza nisbəti 3 böl kökdə 10'un kvadratı çıx 3 böl kökdə 10'un üzərində 4. Bu elədi 9 böl 10. Bu da elədi %81. 0,9'dan çıxıram 0,81 bərabər 0,9. Vəssalam. Demək bunu A üstəgəl B yazaq. Bərabər 3. Bizə deyək tangents kubu çıx kotangens kubu. Yəni A kubu çıx B kubu böl tangents çıx kotangens A çıx B. Bunu tapaq. Bunu vurgulara ayırsaq olur A çıxılsın B. A kvadrat üstəgəl AB üstəgəl B kvadrat. Məxrəcdə A çıx B. A çıx B'lər getdi.
İndi surətdə a kvadrat üstəgəl b kvadratının yerinə, daha doğrusu surətdə deyəndə məxrəc qalmadı axı. A kvadrat üstəgəl b kvadratının yerinə a üstəgəl b kvadrat çıx 2 ab yaza bilərik. Üstəgəl bu ab-də var, üstəgəl ab. A üstəgəl b neçədir? 3'dür. 3'ün kvadrat çıx. İndi ab neçədir də burada? İndi 2 ab-dən 1 ab-yə çıxdım. Ab elədir. AB yəni tangents x vur kotangents x. O da 1'ə bərabərdir. 9, 3'ün kvadrat 9 çıx 1 elədi 8. Cavab oldu 8. Bu belə. Yetmiş bir. Sinüs alfa bərabər kotangents alfa. Bizə deyir ki burada hara getdi o? 4-cü. 4 çıx kosinüs kvadrat alfa çıx kosinüs alfanı tapaq. Ne bilirik ki sinüs alfa buradan bərabər olur nəyə? Birbaşa kotangents alfanın yerinə yazıram. Kosinüs alfa böl sinüs alfa. Bunu tənasüb kimi həll eləsək olur nə? 1 çıx sinüs kvadrat, üzrü sayın. Sinüs kvadrat alfa bərabər kosinüs alfaya. İndi kosinüs alfanın yerinə bax bura. Bu kosinüs alfa. Kosinüs alfanın yerinə sinüs kvadrat alfanı yaza bilərəm də. Olur 4 çıx kosinüs kvadrat alfa çıx sinüs kvadratı alfa. Buradan da mötərəzə yazsam bunun işarəsi dəyişir, olur müsbət. Bəli, o da oldu 4 çıx. Mötərəzənin cavabı 1'də axı. Bərabər 3. Qəşəng çalışmadı. 72'ye baxaq. Tangents alfa üstəgəl kotangents alfa bərabər 3'ə. Burada bir şey dikkat edin. Deməli 26-cı çalışmada səbəblərimizə izah vermişdim ki, bax bu ifadə elə buna bərabərdir. Yəni tangents alfa üstəgəl kotangents alfa budur. Demək bu ifadə bərabər neçəyə? 3'ə. Bunu tapdıq, bu rahat. O izaha gedib orada yaza bilərsiniz və bunu düstur kimi yadınızda saxlayın. İndi tangents kvadrat üstəgəl kotangents kvadratını düsturun. A kvadrat üstəgəl b kvadratı düsturuna uyğun götürürəm bunu. Belə götürək də bunu a üstəgəl b bərabər 3 götürək. Bu nə olur? Bu da olur a kvadrat üstəgəl b kvadrat olur da. Yazıram a üstəgəl b kvadrat çıx 2ab çıx 3. A üstəgəl b 3'dür. 3'ün kvadratı çıx 2 vur. A vur b'də tangents vur kotangents. O da 1'ə bərabərdir. 2 vur 1. Çıx 9 çıx 2 çıx 3. Cavab elədi 4. Burada nə edə bilərəm? Burada hər tərəfi kvadrata yüksəldək. Görək nə alınır. Olur nə? Sinüs kvadrat alfa üstəgəl kosinüs kvadrat alfa çıx 2 sinüs alfa vur kosinüs alfa bərabər 7'də 4'ə. Bu 1'dir. Buradan alınır. Bu bizə sinüs 2 alfanın düsturunu verir. Sinüs 2 alfa bərabər mənfi sinüs 2 alfa bərabər nəyə? 7'də 4 çıx 1 çıx 7'də 7. Deyir mənfi 7'də 3. Buradan sinüs 2 alfa bərabərdir 7'də 3'ə. İndi bu ifadə bizə nəyə verir? Olur həm 7'nin kvadratı olur, həm də kosinüs kvadratı 2 alfa olur. Demək 49 vur. Kosinüs kvadratı 2 alfada 1 çıxılsın sinüs kvadratı 2 alfadır. Yerinə qoyaq yazıq geçsin də. 49 vurulsun 1 çıx sinüs kvadratı 2 alfa. Yəni bunun kvadratı olur 49'dan neçə? 9. Bunu çıxıb da həll edə bilərik. Vurub aça da bilərik. Vurmaq daha rahatdır. Olur 49 vurulsun. Çıx 49'da 49'da 9'a vuran 9 yerdən. Cavab elədi 40.
70'dir. 3 dənə qaldı Allahın izni ilə. Bunları bitirək. Əziz şagirdlər, sürət qruplarına kim qoşulmaq istəyirsə, mənə müraciət edə bilərlər. Kanalda nömrə var. Kim trigonometriya möhkəm öyrənmək istəyirsə, buyursun gəlsin. Deməli, x burada daxildir 0 pi bölü 2 90 dərəcə aralığına. 4 bölünsün sinus x bərabər 2 kökdə 5 bölünsün kosinus x bərabər a-ya. Bizdə deyir ki, a-nı tapın. Maraqlı çalışmadır. Bir dəqiqə. Burada nə edə bilərik? Baxın, sinus x-in 2 kökdə 5-in yerini dəyişə bilərəm. 4. Elə kosinusdan da 4-ün yerini dəyişə bilərəm. Tənasüblə. Bax, burada kosinus x bölü sinus x. Tənasübdə axı kənar hədlər və kənar hədlərin yerini və ya orta hədlərin yerini dəyişmək olur axı. 4 də gətirirəm bunun yerinə. 4, 2 kökdə 5. 4-ün 2, 7 qaldı. Kök həddə 5 bölü 2. Buradan alınır kotanyes x. Axı bu kotanyes x-dir. Bərabər kök həddə 5 bölü 2-yə. Kotanyes də bu x. Bitişik katetin qarşı katete nisbəti. Deməli, bura kökdə 5-dir, burada 2-dir. Pifaqordan hipotenuzu tapsa c nəyə bərabərdir buradan? 2-nin kvadrat üstəgəl kökdə 5-in kvadratı kvadrat kök aparır. Olur 4 üstəgəl 5. O da kökdə 9-dan da çıxıb 3. Deməli, hipotenuz oldu 3. A nəyə bərabərdir? 4 böl sinus x. Bölməni bu cür yazaq. Sinus x də qarşı katetin hipotenuza nisbətidir. 2 bölü 3. Olur 4 var 2-də 3. 4-dən 2 gedir 2. Cavab 6. Belə. Tangens alfa üstəgəl kotangens a bərabər 3. Bunu belə yazaq. Bunu a üstəgəl b bərabər 3 yazaq. Tangens kub üstəgəl kotangens kubu. A kub üstəgəl b kubu. Bunu köməkçi ilə həll edib geçsin. Olur a üstəgəl b-nin kubu çıx. 3ab vur a üstəgəl b. A üstəgəl baba 3'dür. Baba 3'dür. 3'ün kubu çıx. A vur b yəni tangens vur kotangens 1'ə bərabərdir. Vur yenidən 3'ə. 27'dən 9 çıxıram 18. İndi 76'da. 76'da bizə deyir ki, tangens çıx kotangens 3'ə bərabərdir. Elə bunu da yenə a çıx b bərabər 3 yazaq. A tangens kubu çıx kotangens kubu, a kubu çıx b kubudur. Bunu köməksiz üstündən yazsaq. A çıx b kubu üstəgəl 3ab vur. A çıxılsın b. A çıxılsın b 3'dür. 3'ün kubu çıx üstəgəl 3 vur. AB tangens vur kotangensdir 1. Vur yenə a çıx b 3'dür. Vəssalam 27 o da 9. 36. P parametrinin hansı müsbət qiymətində müəyyən alfa bucağı üçün sinus alfa və kosinus alfa bu tənliyin kökləri olar. Deməli 8 x qarşı çıx px çıx 3 bərabər 0'dırsa x1 bərabərdir sinus alfa x2 bərabər kosinus alfa. Burada hər tərəfi böyle 8'e olur x kvadratı çıx p bölü 8x çıx 3 bölü 8 bərabər 0'a. x1 üstəgəl x2 p bölü 8 verəcək, yəni bunun əksini. x1 x2'dən mənfi 8'də 3 verəcək. Yəni burada sinus alfa üstəgəl kosinus alfa bərabər p bölü 8'dir.
Sinüs alfa vur kosinüs alfa. Mənfi 8'də 3'tür bir dəqiqə. Bunu həll etmək üçün nə edək? Hər tərəfi burada kvadrata yüksəldək, həll edək. Düstur kimi asaq, deməli sinüs kvadratı alfa üstə gəl. Kosinüs kvadratı alfa üstə gəl. 2 vur. Vur, sinüs alfa vur, kosinüs alfa beraber p kvadratı böl 64. Bu 1'dir. Sinüs vur kosinüs de bize bak bunu verir. Mənfi 8'də 3 verir. 2 vur mənfi 8'də 3 beraber p kvadratı böl 64. 2 ilə 8 gedirsə 4. 1. Deməli 1'dən 4'də 3 çıxırıq edir. 4'də 1 bərabərdir. P kvadratı böl 64. 64 ilə 4'ə aparırım. İxtisar qoyur 16. Buradan alınır ki P kvadratı bərabər 16. Müsbət qiymətini istədiyimizə görə P bərabər müsbət 4 olur. Burada çünki müsbət mənfi 4 olacaq. Belə. Keçək 78'ə inşallah bu bölümü artıq bitsin. Əziz şagirdlər, əməyə hörmət əlamət olaraq, daha doğrusu izahlar başa düşürsə, rəy yazmağı, abunə olmağı unutmayın. Demək, P'nin hansı qiymətində, demək, yenə tənliyin kökləri sinüs alfa, kosinüs alfa olur. x1 bərabərdir sinüs alfa x2 bərabərdir kosinüs alfa. Hər tərəfi birbaşa onu 9'a bölsək olur. X kvadrat çıx p böl 9 x çıx 4 böl 9 bərabər 0'a. x1 üstəgəl x2 bərabərdir p böl 9 x1 böl x2 də bərabər mənfi 9'da 4. Yenə sinüs alfa üstəgəl kosinüs alfa bərabər p böl 9 bayaq kimi hər tərəfi kvadrata yüksəldək. Olur sinüs kvadratı alfa üstəgəl. Belə yazaq da. Burada bayaq həll edirdik, yəni düz değil mi? 1 üstəgəl 2 sinüs alfa kosinüs alfa oldu. 2 vur sinüs alfa vur kosinüs alfa. Birbaşa bərabər niyə? Alfanın yerinə sinüs kosinüsün yerinə 9'a 4 yazıram da sinüs vur kosinüs yəni x1 vur x2 9'a 4. 1 üstəgəl 2 vur mənfi 9'da 4. Oldu 1 çıx 9'da 8 9'da 1'dən 9'da 8 çıxanda 9'da 1 edir. Yəni bu ifadə p kvadrat böl 81 bərabər bu ifadəyə 9 ilə bu getdi qaldı 9. Buradan alınır p kvadrat bərabər 9 p bərabər müsbət mənfi 3 müsbət kök getiririk. Hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Sağ olun, Allah amanında.